Lövhədə 3 rəngdə, 3 sinifləsinə aid 3 maraqlı söz yazmışıq və bunların hər birinə 3 rəngdə olan 3 markerlə cavab verəcəyik. Gəlin, görək bu sözlər hansılardır, hansı nitqlərinə aiddir. Birinci sözümüz bugün. Yadda saxlayaq, bugün, dünən, sabah zərfdir, zaman zərfidir. Bugün sözü də mürəkkəb zaman zərfidir. Növbəti ikinci sözümüz bugünkü. Bugün, dünən, sabah bu tipli zaman zərflərinə ki şəkilçisini artıran zaman sifət yaratmış oluruq və bugün sözü mürəkkəb olduğu üçün buna ki şəkilçisində artırsam, yenə də düzəltmə sifəti yox, elə mürəkkəb sifət olacaqdır. Bunu da qeyd edirəm, sifət. Növbəti sözümüz sizinki sözüdür. Sual verə bilərsiniz ki, niyə bugünkü sifət, sizinki sözü sifət deyil? Çünki siz əvəzlikdir, özündən sonra yerli hal şəkilçisi qəbul etmişdir, ondan sonra ki şəkilçisini qəbul etmişdir. Bu hallarda, yəni bu tipli sözlər sizinki, bizimki, özümüzki və s. onunki, mənimki və s. bu tipli sözlər artıq sifət yox, isim olacaqdır. Belə, bu tip videolardan faydalanmaq üçün bizi izləmədə qalın. Hələlik.